Seçki sistemləri yeni pilot proqramına başlayır. Proqram 2015-ci il Seçki İnkişafı Məktəbi adlanır. Cari ilin iyulun 13-dən 24-nə dək layihə davam eləyəcək. Proqrama 17 yaşdan 25 yaşa dək hər kəs qoşula bilər. Onlar kurs keçib seçki mövzusunda biliklər əldə edə bilərlər. Məktəbdə iştirak edənlər seçki sistemi, seçki administrasiyası, demokratik seçki prinsipləri, seçilən orqanların seçki monitoringi və gender bərabərliyi mövzularında ətraflı məlumat ala bilərlər. Layihə Tel Avivdə, Siğnaqidə, Axalsixidə, Marneolidə, Rustavidə, Kutaisdə, Zugdiddə, Ozurget və Batumda həyata keçiriləcək. Kurs keçmək istəyən aplikasiya formasını doldurmalıdır. Marneolidə Rustaveli küçəsi nömrə 69-da 22-ci seçki dairəsində qeydiyyata düşmək mümkündür. საარჩევნო კომისია იწყებს ახალ პროექტს 18-დან 25 წლამდე başlayır. Gənclər bu proqramda iştirak edə bilərlər. Mənim 18 yaşım tamam olmasa da seçki sistemləri haqqında çox maraqlanıram. Əminəm ki, 18 yaşım olanda bu haqqda məlumat alacağam. Çox yaxşı proqramdır. Məncə tez-tez belə layihələr olmalıdır. Gənclər məlumatlandırılmalıdırlar. Seçki sistemlərindən xəbərdar olmalıdırlar. Bələdiyyənin İnkişafı Fondu hesabına Marneolinin 3 saylı uşaq bağçası tam təmir olunacaq. Layihənin dəyəri 430 min laridir. Bundan əlavə elə bu il Sereteli Qızılacı, Tamaris, Şaumyan və Şulaverin 4 saylı uşaq bağçasının bərpası da planlaşdırılır. Qeyd olunan bağçaların abadlaşdırılmasına yerli büdcədən pul ayrılacaq. Bağça 1988-ci ildə inşa olunub. Ondan sonra abadlıq işləri aparılmayıb. Ümum sistem köhnəlib. 2 il öncə kanalizasiya sistemimizi təmir elədilər. Döşəmə və divarlar qəza vəziyyətindədir. Bizdə olan məlumata görə bu ayın 30-da hərrac olunacaq. Hərracı Bələdiyyənin İnkişafı Fondu həyata keçirir. Layihənin dəyəri təxminən 430 min laridir. Yerli büdcə əsasında Sereteli uşaq bağçasına bir bina əlavə olunacaq. Qızılacının bir qrupu təmir olunmalıdır. Şulaverdə dam örtüyü bərkidiləcək. Rustaveldə yerləşən 4 saylı bağçanı da təmir edəcəyik.